Qubada geniş miqyaslı ağac əkmə aksiyası təşkil olundu. Ağac əkmə aksiyası şəhərsalma və memarlıq ili çərçivəsində Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə soyqırımı memorial kompleksinin yaxınlığında həyata keçirildi. Aksiyada rayonun rəhbər şəxsləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları tərəfindən ərazidə yaşıllıq sahələrinin genişləndirilməsi məqsədi ilə rayonun iqlim şəraitinə uyğun ağaclar əkilib. Belə ki, ağac əkmə aksiyası çərçivəsində ümumilikdə 500 ədəd həmişə yaşıl kükünar ağacları əkilərək ərazidə yeni yaşıllıq zolağı salınıb. Məlum olduğu kimi, Məhterəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı il Respublikamızda şəhərsalma və memarlıq ili elan olunmuşdur. İlin əvvəlindən etibarən bu Cənab Prezidentimizin sərəncamına əsasən Quba rayonunda çox sayılı silsilə tədbirlər keçirilir. O cümlədən də bir neçə dəfə rayon ərazisində müxtəlif yerlərdə ağac əkmə aksiyaları təşkil olunub. Bugün növbəti geniş miqyaslı ağac əkmə aksiyalarımızdan biridir. Gördüyümüz bu ərazidə, yəni ağac əkmə aksiyası Quba rayon İcra Hakimiyyəti təşkilatçılığına növbətdə təşkil olunub. Bugün 500 ədəd Quba rayonunun iqlim şəraitinə uyğun gələn ağacların əkilməsi təşkil olunmuşdur. Onu da xatırladaq ki, belə aksiyaların keçirilməsi ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və gələcək nəsillər üçün sağlam ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda şəhərsalma və memarlıq ili çərçivəsində həyata keçirilən bu kimi tədbirlər rayonda abadlıq və yaşıllaşdırma işlərinin daha da genişləndirilməsinə xidmət edir. Xanım Xatun Çingiz Qədimli, Qafqaz TV üçün.